Xəbər az xəbər verir ki, bir çox hallarda vətəndaşları düşündürən məsələlərdən biri onların fərdi hesabında toplanan pensiya kapitalının dəyərdən düşməsi ilə bağlı narahatçılıqlardır. 2006-cı ildən etibarən ölkəmizdə tətbiq olunan fərdi uçot sistemində sığorta olunanların fərdi hesabında toplanan pensiya kapitalı hər ilin əvvəli indeksasiya edilir. Müxtəlif vaxtlarda indeksasiyanın əsas götürülən meyarlar dəyişdirilib. Fərdi hesabda toplanan pensiya kapitalı 2017-ci ilədək istehlak qiymətləri indeksini, yəni inflyasiyaya uyğun, 2018 və 2019-cu illərdə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun olaraq indeksləşdirilib. 2020-ci ildən etibarən isə yenidən inflyasiyaya uyğun olaraq indeksləşdirilir. Nümunə olaraq 2006-cı il ərzində fərdi hesabında 1000 manat pensiya kapitalı toplamış şəxsin kapitalı 2020-ci il 1 yanvar tarifinə indeksləşdirilərək 2180 manata çatdırılır. Astara və Leyik dağlarından yığılan bu bal min bir dərdin dərmanıdır. Arıçı daşqının 100% təbii balını əldə etmək üçün ekrandakı nömrə ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Çatdırılma pulsuzdur.